Salam değerli izleyiciler, Baku TV'nin efirində idman xəbərlərini izləyirsiniz. Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Xizək və Snowboard Federasiyasının təqviminə əsasən Azərbaycan Open Beynəlxalq Dağ Xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər. Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hong Kong, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Anastasiya Papatova təmsil edir. Yenə də birinci oldu və 42 saniyə rekordu. Baku TV'nin izləyicilərini Qusardan, daha dəqiq desək Şahdağdan salamlayırıq. Burada olmağımız heç də təsadüfi deyil. Belə ki, Azərbaycanda ilk dəfə olaraq Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Dağ Xizəyi üzrə beynəlxalq turnirə start verilib. Yarışda 11 ölkədən 20 idmançı mübarizə aparır. İlk Azərbaycan çempionatı açıq elan olmuşdur və bir neçə ölkələrdən iştirakçılar bu günləri iştirak edirlər. Elə bir neçə həftə öncə ölkə başçısı idmançılarla görüşdə də idman uğurlarımızı qeyd etdi və gördüyünüz kimi elə ilin əvvəlində yeni bir ilkə imza atdı Azərbaycan idmanı. Yəni Dağ Xizəyi üzrə ilk yarışlar, beynəlxalq yarışlar keçirilir. Ümumiyyətlə bu il ərzində qış idman növləri üzrə bir neçə yarışlar keçiriləcək. Mart ayında bizi həm Avropa çempionatı, digər qış idman növü üzrə, Moqul idman növü üzrə, həm Avropa çempionatı, həm Dünya Kubokunun finalı keçiriləcək. Qeyd edək ki, turnir yanvarın 10-na qədər davam edəcək. İdmançılar bugün Dağ Xizəyinin slalom növündə yarışırlar. Növbəti günlərdə isə slalom və giqant slalom növlərində mübarizə baş tutacaq.